Xüsusi təyinatlı qüvvələrin Hadrut əməliyyatı bəlkə də indiyənə qədər tarixdə mövcud olmayan, analog olmayan bir əməliyyat. Hadrutda da şəhidlərimiz oldu, yaralılarımız da oldu. Düşman bizi qarşıdan gözləyirdi, biz artıq onların içindəydik, aralarındaydıq. Hansı taktikada, hansı fəaliyyətdə icra etdiyimizi heç anlaya bilmədim. Azərbaycan övladları elə bir cəsarət nümayiş etdirdi ki, oradan həqiqətən tarixdə qalacaq. Azərbaycan ordusunun cəbhə boyu hərbi əməliyyatları fasiləsiz davam edir. Artıq hücum xətti genişlənib, ilk uğurlar əldə edilib. İşğal edilmiş torpaqların bütövlükdə azad etməyi qarşısına məqsəd qoymuş Vətən müharibəsinin strategiyasının demək olar ki, ikinci mərhələsi başlayır. Düşmənə sarsıdıcı zərbə daxildən vurulmalıdır. Həm də gözləmədiyi zamanda, gözləmədiyi yerdən, Hadrutdan. Başa düşdüm ki, bu. Qartal 07, Qartal 07. Aslan 09-am qəbul. Aslan 09, ben Qartal 07'yəm. Zərbə 07, zərbə 07. Qəbul. Xüsusi təyinatlı qüvvələr komandanının vəsadəti əsasında Cənab Ali Baş Komandan onun qərarını təsdiqlədi və bundan sonra 6 oktyabr tarixində Xüsusi təyinatlı qüvvələrin bir hissəsi Füzuli istiqamətinə, digər bir hissəsi isə Hadrut istiqamətinə doğru fəaliyyətlərini başladı. Kiçik Qafqazın Qarabağ silsiləsində gizlənmiş bir şəhər. 30 il davam edən qanlı münaqişənin görünməyən üzü, Hadrut. Bu şəhərdə 10 illərdir müharibənin, terror aktlarının, soyqırımların planları cızılır. Şər qüvvələrin qərargahı olan bu qapalı şəhər, dünya siyasətinin diqqət mərkəzində olan Qafqazda sülhə düşmən kəsilib. 30 ildir qanlı müharibə cinayətləri, transmilli terror təşkilatlarının yol xəritələri bu məkandan keçir. Azərbaycan əskəri bu şeytan yuvasını məhv etməyə gedir. Dövüşçülerim, bildiğiniz gibi Azerbaycan ordusu Cenab-ı Ali Başkomandan əmriyle Azərbaycan əskəri zəfər cığırı açdığı Cəbraildan düşmənin ideoloji və beyin mərkəzi olan Hadruta doğru yol alır. Xüsusi təyinatlı qüvvələrin rəhbərliyi ilə düşmənə ürəyindən zərbə vurmaqla Hadrutun azad olunması üçün hücum planı hazırlanır. 21-ci əsr hərb tarixinə düşəcək bir plan. Oktyabrın 5-də səhər saatlarında xüsusi təyinatlılar və onların tabeliyinə verilmiş quru qoşun qüvvələri Cəbraildan Hadrut istiqamətinə hərəkətə başlayır. Hadrutun coğrafi mövqeyinə görə quru qoşunların irəliləməsi və döyüş əməliyyatları aparması mümkün deyil. Ona görə də Hadrut əməliyyatına Azərbaycan ordusunun peşəkar qüvvələri olan xüsusi təyinatlılar cəlb edilir. Əməliyyatın planlanması və icrası xüsusi təyinatlı qüvvələr komandanının rəhbərliyi ilə həyata keçirilməsi qərarı alınır. Hadrut istiqamətində hərəkət edirdik. Şişqaya istiqamətində əsas istiqamətimiz. Şişqaya istiqamətində hərəkət zamanı düşmənin artilleriya atəşinə məruz qaldıq. Düşmən artıq bizi aşkar eləmişdi. Və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığından bizə göstəriş gəldi. Biz hərəkət istiqamətimizi dəyişdik.
Xüsusi təyinatlar Hadrut istiqamətində irəliləyərək quru qoşun bölmələrinin hücumunun inkişafına şərait yaradır. Bir neçə dəfə düşmən qüvvələrinin əks hücumları darmadağın edilir. Onlarla yüksəklik və bir neçə kənd işğaldan azad edilərək quru qoşun bölmələrinə təhvil verilir. Qeyd edək ki, Hadrutun azad olunması zamanı bir neçə təminat məntəqəsi ələ keçirildi və qoşunlarımıza təhvil verildi. Hərb planının birinci hissəsi başa çatmaq üzrədir. Xüsusi təyinatlar tərəfindən Hadrutun cənub istiqamətindəki Şişqaya dağ silsiləsindəki düşmən postları məhv edilir. Xüsusi təyinatlar düşməni duyuq salmamaq üçün sızaraq Hadrut ətrafındakı son yüksəkliklərdə mövqe alırlar. Artıq Hadrut ətrafındakı hakim mövqelərə xüsusi təyinatlılar hakimdir. Şəhərə girmək üçün tərtiblənmək və uyğun vaxtı gözləmək qalır. 7 oktyabr tarixində biz artıq yüksəkliyi, təyin olunmuş həddi tutduq və Hadrutda baş verən hər şeyi vizual olaraq görürdük. Döyüşü idarə etmək üçün Hadrut qəsəbəsi yaxınlığında bir hakim ərazidə, amma qəsəbəni görəcək şəkildə çox kənardan yox, qəsəbəni görüb və oradakıları idarə edəcək şəkildə bir yer seçdik. Xüsusi təyinatlılar əməliyyat planına uyğun olaraq 4 yerə bölünür. 3 bölmə Füzuli, Tuğ və Şişqaya dağ silsiləsi istiqamətindən düşmənə gələcək yardımın qarşısını almağa məsuldur. Bir bölmə isə Hadrutun içində təmizləmə əməliyyatını həyata keçirməlidir və hərəkətə başlanır. Biz Hadrutun içərisinə girməyin biraz çətin olduğunu anlayaraq mən komandirə təklif etdim ki, bir zərbə dronu qalxsın. Dron düşmənə çırpılmasın. O sadəcə səs etsin. Biz bilirik ki, düşmən dronun səsindən qorxur və o müşahidəni deyil, öz canını fikirləşir. Müşahidə zamanı aşkar olundu ki, düşmənin normal həyat fəaliyyəti sürürlər. Yəni insanlar artıq bizim orada olduğumuzdan xəbərsizdir, belə deyək. Hadrutda düşmənin çox güvəndiyi 18-ci diviziyanın qərargahı və təminat məntəqələri yerləşmişdi. Plana əsasən ilk olaraq diviziyanın qərargahını müşahidə altına aldıq. Əsas qüvvələrimi, əlimdə olan qüvvələrin çox hissəsi, əsas heyəti hərbi hissənin olduğu istiqamətə yönləndirdim. Həm ora gəlib və oradan çıxan yolların bağlanmasına, bir növ o hərbi hissəni bir mühasirə şəklinə, yəni həm köməyə gələnlərin, həm oradan çıxanların qarşısını almaq üçün bir orada vəziyyət yaratdıq və onun da bəhrəsini gördük ki, biz düşmən o 4 divarın arasında sanki orada ilişdi, qaldı. Hadrutdakı düşmən qüvvələri xüsusi təyinatlardan dəfələrlə çoxdur. Birinci növbədə şəhərdəki hərbi hissəni zərərsizləşdirmək lazımdır. Çünki bu hərbi hissə nəzarətə götürülməsə, xüsusi təyinatlarla döyüşə onlardan dəfələrlə çox sayda nizami ordu gələ bilər.
Hərbi hissə nəzarətdədir. Cəbrayıl istiqamətindən döyüşlərdən geri çəkilən düşmən əskərləri hərbi hissəyə qayıtmaq istəyir. Amma onları artıq Hadrutun hər yerində olan Azərbaycan əskəri qarşılayır. Artilleriya komandanının mənə şəxsən tapşırığı olub ki, əməliyyat başlamamışdan 1 saat ərzində Hadruda bir dəqiqədən bir mərmi düşməlidir. Pilotsuz uçuş aparatlarının köməyi vasitəsilə 25-ə yaxın hədəf aşkar elədik. Həmin 25 hədəf 1 dəqiqə ərzində hərəsini 60 mərmidən götürsək, yəni 1500-dən çox həmin hədəflərə mərmi atılıb 1 saat ərzində atəş altında saxlanılmışdır. Bu vaxta qədər bizim Hadrutda sızma tapşırığını yerinə yetirən zaman bizim artilleriya bölmələrimiz düşmənin mövqelərini atəş altında saxlayırdı. Bir mərmimiz belə hədəfdən yan keçməməlidir və mülki əhaliyə heç bir təsir göstərməməlidir. Xüsusi təyinatlılar şəhərin ətrafında müxtəlif yerlərdən kiçik dəstələrlə sızaraq Hadrutun mərkəzinə irəliləməkdədirlər. Amma qarşı duruma qaçılmazdı və ilk döyüş başlayır. Ənənəvi hərbi üsullarla bərabər xüsusi təyinatlılar düşməni çaşbaş salmaq və onların arasında xaos yaratmaq üçün alovu imitasiya edən xüsusi qurğulardan istifadə edir. Həm də şəhərin müxtəlif yerlərində. Hadrutun 4 bir yanında bu fəaliyyətləri icra etdik. Hər yerdə bizim olduğumuzu düşünməyə məcbur etdik düşməni. Çünki biz sayca qat-qat çox az idik onlardan. Hər tərəfdə Azərbaycan əskərini görən düşmən qüvvələrinin bir hissəsini əsas hədəf üçün səfərbər edir. Hadrutun içində təmizləmə əməliyyatı aparan xüsusi təyinatlı qüvvələrin idarə etmə məntəqəsi hədəf alınır. Yüzlərlə erməni hərbçisi hücuma keçir. Qeyri-bərabər döyüş bütün planları alt-üst edə bilər. Əməliyyat qrupları arasında əlaqə pozular. Risk dərəcəsi yüksək olsa da artilleriya yardımı istənilir.
Piyadaların artilleriya atışlarından təhlükəsizlik məsafəsi 400 metrdir. Amma bizimlə düşmən arasındakı məsafə hardasa 100-150 metr civarında idi. Mən artilleriya zabitlərinə göstəriş verdim ki, artilleriya zərbəsi endirilsin. Amma zabitlər mənə bildirdilər ki, siz də orada zərər görə bilərsiniz. Hətta komanda məntəqəsi sıradan çıxa bilərdi. Amma mən məsuliyyəti öz üzərimə götürdüm və həmin yerə atəş açdırdım. Əmri yerinə yetirin. Düşmən məni keçməməlidir buradan. Əmri icra o zaman. Vətən müharibəsinin strategiyasının mükəmməlliyi Hadrutun azad olunmasında bir daha öz təsdiqini tapır. Hadrutun azad olma əməliyyatına Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri cəlb edilir. Artilleriya, hava hücumundan müdafiə və aviasiya qüvvələri xüsusi təyinatlıların hücumunu yüksək səviyyədə dəstəkləyir. Düşmənin fəaliyyətini anbaan izləyirdik. Biz bunu həm canlı olaraq izləyə bilirdik və eyni zamanda canlı olaraq onlayn qaydada çəkdiyimiz çəkilişi yuxarı komandanlığa ötürə də bilirdik. Əməliyyat zamanı biz Hadrut üzərində hava məkanını tam təhlükəsiz hala gətirmişdik. Düşmən təyyarə qalxdısa, onun geri qayıtması qeyri-mümkün idi. Mənim ilk uçuşum oldu Şahyeri yaşayış məntəqəsinin cənub istiqamətindən. Oradan bir təminat yolu gəlirdi. Mənə həvalə olunmuş hədəf düşmənin canlı qüvvəsi və texnikası idi. Onlara biz zərbə endirdik. Düşmən eyni anda elə bilirdi özlərinə 10-15 aviasiya vasitəsi gəlir. Təbii ki, bir aldadıcı fənd idi. Orada hava hücum müdafiə vasitəsinin arxasında oturan operator da görür ki, üzərinə 10-15 aviasiya vasitəsi gəlir, çaşbaş qalır. Bilmir neynəsin, hansı hədəfə atış yerinə yetirsin, hansı hədəf realdır, hansı hədəf real deyil, həqiqətə uyğun deyil. Bu da bir aldadıcı fənd idi. Yəni, bunu da biz Hadrut əməliyyatlarında icra elədik və çox gözəl nəticə əldə olundu. Böyük çaxnaşma yarandı düşmən içində. Niyə çaxnaşma yarandı? Çünki biz həqiqətən də ərazini düzgün qiymətləndirmişdik. Düşmən, yəni hansı yollardan, hardan hərəkət edə biləcəyini bilirdik. Düşmən Tuğ istiqamətində çəkiləndə oradan atəşə tutuldu düşmən qüvvələri. Füzuli istiqamətində hərəkət edəndə Füzuli istiqamətində atəşə tutuldu. Süleymanlıdan düşmənin geriyə çəkilən qüvvəsi artıq orada pusuya düşdü və düşmən, mən sizə deyim, elə Süleymanlı istiqamətində 100-ə yaxın düşmən qüvvəsi pusuya düşdü. Hadrutun bütün küçələrində xüsusi təyinatlı mənsubları döyüş əməliyyatları keçirir. Hər an, hər nöqtədən atəş gözlənilir. Bildikdən sonra ki, biz gəlmişik Hadruta, mövqelərdə yerləşmişdilər. Binaların damlarında, 2 mərtəbəli binaların pəncərələrində yerləşib atəş edirdi, gizlin bir mövqelərdən.
İndiki Azərbaycan bayrağı olan qayanı o zaman erməni bayrağı çəkilmiş bir qaya idi və o qayanın ətrafında daha çox erməni mövqe alıb bizə doğru tərtiblənmişdilər. Düşmən daha çox yüksəkdə mövqe tutmuşdu və bu Tuğ şəhərinin qapısı idi. İstiqamətində 500 metr məsafədə düşmana 20-yə yaxın canlı qüvvəsi müşahidə edirəm. Artıq Azərbaycan ordusu Hadrutun ətrafında şimal-şərq, cənub-şərq və cənub istiqamətlərini tam nəzarətə götürüb. Amma şəhərin şimal istiqamətindəki Ərgünəş dağ silsiləsi, Tuğ kəndinə gedən yolda Qoşaqaya və Hadrutun qərb və cənub-qərb istiqamətlərində düşmənin döyüş mövqeləri hələ də mövcuddur və hər an Hadrutdakı qüvvələrinə yardıma gələ bilər. Hadruta girdikdən sonra bizim tapşırığımız Hadrutun içərisindən keçərək qarşı tərəfdə olan Ərgünəş yüksəkliyi və həmin silsiləni tutmaq idi. Hərəkəti davam etdirərək Hadrutun içərisindən çıxıb tapşırığımız istiqamətində hərəkət edərək qarşı tərəfdəki yüksəkliyə çatdıq. Əməliyyat başa çatmayıb. Şəhərin yarısı hələ düşməndən təmizlənməyib. Ətraf yüksəkliklərdə mövqe tutmuş düşmən ciddi müqavimət göstərir. Amma düşmənə gözdağı verməyin vaxtıdır. Azərbaycan bayrağı düşmənin gözü qarşısında göylərə ucalmalıdır. Və biz Hadrut qəsəbəsinin mərkəzinə çatanda artıq saat 11-12 radələr idi. Bayrağın taxılmasına qərar verdik. Bir hisslər keçirdim, çünki biz Hadruta ilk girəndə
Mənə demişdi ki, hazır ol, 1 saatdan sonra Cənab Ali Baş Komandan bayraqlarla bizi izləyəcək. Mənə qrupun yaşlısı olaraq və qrupun ən gənc döyüşçüsü Əliyar Əliyevi ayıraraq aşağıda bizim mühafizəmizi təşkil etdikdən sonra 3 mərtəbəli binanın damına çıxdıq və mən Əliyar Əliyevin mühafizəsini orada təşkil etdikdən sonra şanlı bayrağımızı həmin binanın damında dalğalandırdı. oktyabr saat 16 radələrində artıq Hadrut qəsəbəsinin mərkəzində Azərbaycan bayrağı dalğalanırdı. Şuşa istiqamətində hücumun davam etməsinin qarşısını almaq üçün Ərgünəş silsiləsi düşmən üçün çox önəmli idi. Günün sonunda həmin yüksəkliyə çatdıq. Əzəmətlə dalğalanan Azərbaycan bayrağı Hadrutun hər yerindən görünür. Nə vaxtsa Hadrutu əldən verəcəyini ağlına belə gətirməyən düşmən daha da aqressivləşir. Döyüşlərin ikinci fazası, ölüm-dirim mübarizəsi başlayır. Düşmənin aşağıda olan heyəti qaçmağa cəhd göstərdilər və qaçandan sonra özləri də istəməyərək bizim arxamıza keçdilər. Bu zaman düşmən artilleriyası bunları tam mərkəzinə vurdu. Füzuli, Hadrut, Şuşa yolunu da nəzərdə saxlayırdı. Çünki bu yol düşmənin can damarı idi, qan damarı idi. Yola yaxınlaşanda düşmənin ondan çox heyəti bizə doğru hərəkətə başladı. Biz onların cənubdan yaxınlaşdığımız üçün özlərindən zənn edib bizə yaxınlaşmaya başladılar. İkinci yarısından sonra qatı duman gəlirdi. Hava qaralırdı, artıq müşahidə eləmək çətinləşirdi. Səhər açılırdı, hava işıqlandan sonra baxırdıq şəhər bizsə tam boşalıb. Düşmənin güvəndiyi və arxayın olduğu hərbi hissə 2 gündür mühasirədədir. Oraya girmək və yaxud oradan çıxmaq istəyənlər yerindəcə məhv edilir. Amma canını qurtarmaq üçün qaçanlar da var. Müşahidə elədik ki, hərbi hissədə qalan şəxsiyyət məhv olunub. Yəni bu da nəyin əsasında müşahidə elədik? Artıq oradan atış gəlmirdi, hərəkətsizlik var idi, hərəkət yox idi.
Plan elə hazırlandı və elə icra olundu ki, diviziya qərargahının çıxarılmasına imkan verilmədi. Diviziya qərargahından məxfi sənədlər ələ keçirildi və Xüsusi Qüvvələr Komandanlığına təhvil verildi. Hansı ki, bu sənədlər gələcək fəaliyyətlərimizdə istifadə olundu. Səhərdən başlayan şəhər döyüşləri gecə qaranlığında da davam edir. Düşmən müqavimət göstərir. Təslim olmaq istəmir. Onların arasında rabitə tamam itib. Amma Hadrutun müxtəlif yerlərində lokal müqavimətləri sona can davam etdirirlər. İki mərtəbəli bina idi. Onun tinində bir nəfər durmuşdu. Silahın sadəcə ucu görsənirdi. Baxdım, gördüm ki, tək deyilmiş orada. Həmin nöqtədə 2 nəfər bundan əlavə adam var orada. Evin həyətinə keçən uşaqlar da əl qumbarası atandan sonra həmən bir nəfər ki, bizi ləngidirdi orada. Həmin adam da məhv oldu. Qeyd edək ki, Ərgünəş dağ silsiləsinin əks tərəfi də düşmən mövqeləri ilə zəngindir. Xüsusi təyinatlı qüvvələrin idarə etməsinə verilən quru qoşunlarının bir hissəsi şəhərdə gedən döyüşlərə müdaxilə etmədən Şişqaya dağ silsiləsinin Hadrut tərəfindəki yamacları ilə şəhərin girişinə, Füzuli-Hadrut yoluna inir. Xüsusi təyinatlı mənsublar tərəfindən tutulmuş yolu təhvil alır. Bir neçə bölüyü isə Ərgünəş silsiləsinin arxa tərəfindəki kəndlərə həmlələr edir.
təyinatlı qüvvələrin Hadrut əməliyyatı tarixə düşəcək və o bəlkə də indiyənə qədər tarixdə mövcud olmayan, analog olmayan bir əməliyyat. Biz zəif düşmənlə döyüşmürdük. 30 ilə yaxın müddət ərzində yerləşmiş, mövqeylənmiş, ondan sonra hər şeyin qurmuş düşmənlə qarşılaşırdıq. Şuşadan sonra mən sizə deyim ki, döyüşlərin ən ağır keçdiyi fəaliyyət idi. Onlar düşünmürdü ki, bu qədər məsafəni Azərbaycan ordusu təyinatlıları gəlib həmin yerə çıxarlar və heç kim də bunları hiss etməz. Düşmən bizim hansı taktikada, hansı fəaliyyətdə icra etdiyimizi heç anlaya bilmədi. Hadrudu düşünmürdülər ki, Azərbaycan qısa müddət ərzində gələr işğaldan azad eləyər. Düşmən bizi qarşıdan gözləyirdi. Biz artıq onların içindəydik, aralarındaydıq. Xüsusi təyinatlılar Hadrutun hər yerindədir. Artıq şəhərin böyük bir hissəsi təmizlənib. Düşmən başını itirib. Amma hələ də Hadrutu itirdiyinə inanmaq istəmir. Təminat gəlmir. Yollar tutulub. Nizami ordu kontingentinin cəmləşdiyi hərbi hissə Azərbaycan əskərinin əlindədir. Ermənistan ordusunun Hadrutdakı işğalçı ömrünün başa çatmasına saatlar, bəlkə də dəqiqələr qalır. Bir dəfə! Muhafizə al! Solda muhafizə! Hadrut əməliyyatının planlaşdırmasına artıq Şuşa istiqamətinə gedəndə Xan Şüsünün, Şuşanın dağları manasına qulaq asırdım. Bilirsiniz, o böyük bir başqa bir hisdi orada. Yəni onu bəlkə də indi təsvir eləmək mümkün deyil, amma inanılmazı etdiyimizə görə mən xoşbəxt idim. Bəli, Hadrutda da şəhidlərimiz oldu, yaralılarımız da oldu. Amma buna baxmayaraq heç vaxt əhval-ruhiyyə aşağı düşmədi. Çünki torpaqların azad olunması onların hamısını elə bilin ki, bir növ bir üstü qaysaq bağlı, elə bil yaranın üstü bir növ bir qaysağa bağlayırdı. Çox, bəlkə də çox incitmirdi belə. Qələbə sevinci. Erməni, yəni bizim Hadruta gəlib girməyimizi, Hadrutu işğaldan azad etməyimizi qəbullana bilmirdi.
Pantonu qaldırdım ki, həqiqətən də bizim şəhidlik yoxsa yox. Pantonu qaldıranda mən heyrətə gəldim. Pantonu salıb təzədən bir də qaldırdım ki, bəlkə mən xəyal görürəm. Şəhid gülürdü. Mən inanırdım, sağ qalacağıma inanırdım, həqiqətən də inanırdım. Orada mən yaralı vəziyyətdə olanda belə öz silah yoldaşlarıma mən ölməyəcəyimi həqiqətən deyirdim. Amma mənə ən böyük güc verən bayrağımız oldu. Yəni şanlı bayrağımızı biz sancmışdıq deyə. Yəni onu bir daha görmək ümidini yaşamaq istəyirdim. Filmlərdə görürük cəsarət, nə bilim, kinolarda görürük cəsarət. Amma Azərbaycan övladları elə bir cəsarət nümayiş etdirdi ki, oradan həqiqətən, nə bilim, sadəcə və sadəcə tarixdə qalacaq. Çünki Hadrut Şuşanın qapısı idi, belə deyək. Yəni, əgər biz Şuşanı işğaldan azad etmək istəyirsə, mütləq və mütləq Hadrutu almalıydıq. Hadrut elə bir Şuşaya açılan qapı idi. Azərbaycan əskəri möhtəşəm Hadrut qələbəsi ilə düşmənin özündən əvvəl ümidlərini öldürdü. Cığırı yola çevirdi. Böyük zəfər yoluna. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir və bayrağı da qaldıran odur. Göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və töküb. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, vətənə bağlı olsunlar. Eşq olsun Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır.